Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Baxaq beləsinə bir sualımıza. Deyir, maşın aşağıdakı algoritmdən istifadə edərək en kiçik 256 şərtini ödəyən natural ədəddən yeni ədəd alır. Deməli, n-1 ədədinin 8 bitlik ikilik qeydi qurulur. Yəni, n ədədi nədirsə, -1, 1 çıxılır, yəni sonra alınan ədədin 8 bitlik ikilik qeydi qurulur. 8 bitlik ikilik qeydi qurulur nə deməkdir? Məsəl üçün, atıram ədədimiz beləsinə bir şeydir. Hər nədirsə də, yəni. Burada görürsünüz 6 dənə bit var, düzdür? 8 bitlik qurulursa, əvvəlinə də siz bunu 2 dənə 0 atmalısınız ki, bu 8 bit olsun. 4, bu da 4, 8 bit olsun. Yəni, bu formada saxlamırsınız. Əvvəlini sıfırlarla tamamlayırsınız 8 bitə. Alınan ədəddə sıfırlar birlərlə, birlər sıfırlara, sıfırlar birlərə, birlər isə sıfırlara çevrilir. Alınmış ədəd onluq say sisteminə çevrilir. En üçün girişdə hansı ədəd daxil etsək, nəticədə 207 ədəd almış olar. Deməli, baxaq biz 207-ni çevirək ikilik say sisteminə. 207-ni ikilik say sisteminə çevirsək 1, 1, 0, 0, 4 dənə də 1, düzdür? Demək 1, 1, 0, 0, 4 dənə də 1 idi, düzdürmü? Siz belə gedin, belə gedib çevirin. Yəni, mən bir də bölmək istəmədim. Deməli, ədədimiz beləsinə bir şeydir. İndi baxırıq, bir addım əvvələ qayıdırıq da. Biz onluqdan gəldik ikiliyə. Bu mərhələni qurtardıq. Sonra alınan ədəddə sıfırlar birlərə, birlər sıfırlar çevrilibsə. Deməli, buradan indi biz birləri sıfır eləməliyik. Baxın, bu birləri sıfır eləyirik. Sıfırlarda nə edirik? 1 eləyirik. 4 dənə də birimiz var. Bunları da 4 dənə sıfır eləyirik. Alırıq ədədimizi. Deməli, ədədimiz beləsinə bir şey oldu. Bu mərhələni də artıq keçdik. Gəldik A variantına. A şərtində nə istəyir? n-1 ədədin 8 bitli ikilik qeydi. İndi bayaqların biz ki dedik, əvvəlini 0 atıb 8-ə tamamlayırıq. 8 bit olsun. Bura baxanda görürük ki, bunun əvvəlində 2 dənə 0 var və mənası da yoxdur. Bunu silirik. Bizə nə qalır? 1, 1, 4 dənə də 0. Deməli, n-1 ədədimiz, baxın, budur. Bu ədəddir. İndi bunu da çevirək onluğa, üzərinə 1 gələcək və salam. Bunu da onluğa çevirəndə deməli 0, 1, 2, 3, 4, bu da 5. İkilikdə, düzdür? Necə ihtimal 32 plus 16, bu da bizə verəcək 48. İndi n-1 bərabər olursa 48-ə, n də bərabər olacaq neçəyə? 49-a. Cavabımız nə olacaq? D variantı. Və 49 da n kiçik 256 şərtini ödəyirmi? Bu da ödəyir. Cavabımız oldu nə? 49 D variantı. İzlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı, videomu bəyənməyi, abunə olmayıb izləyənlər zəhmət olmasa abunə olmağı unutmayın.